İlqar Gülablı Qara Xəncər. Atamla əmim sənə deməmişdilər. Sən sakit qal, hər şeyi məhv elədin. Şahnaz səninlə evlənməyə razı olmuşdu. Firidundan ayrılmışdı. İndi sənin üzündən yenidən başladıq. Şahnazı artıq öldürsən səninlə evlənməz. Nə? Şahnaz buradadır? Hə, Ceyhun sən yaman pis iş gördün. Hansı xəstəxanadadır? De yanına gedirəm. Olmaz. İndi o çox əsəbi və gərgindir. Hirsi soysun, sonra görüşərsiniz. Bu vaxt Şahnaz baş həkimin yanına gedib oradan icazə alıb telefonla bir yerə zəng elədi. Telefonu bir oğlan götürüb dedi: "Alo, kimdir?" "Alo, mənəm Şahnaz. Saşa sənsən?" "Hə, mənəm." "Salam, necəsən?" "Sağ ol." "Salam əleykum." "Yaxşıyam Şahnaz, sən necəsən?" Saşa Mamedoviç ata tərəfdən Azərbaycanlı, ana tərəfdən də rus idi. Moskvada doğulub böyümüşdü. Şahnazla həmyaşıd idi və ikisi də birlikdə KGB-nin nəzdindəki institutda oxumuşdular. Saşa KGB-də böyük vəzifədə işləyirdi. Şahnaz ona başına gələn hər şeyi tək-tək danışdı. Ondan kömək istədi. "Saşa, mənə indi qulaq as. Şərqi Almaniyada bir xəstəxanada 2 nəfərlik yer ayırt. Sonra da bizi ora aparacaq adamlar göndər. Oldu bacı, gözüm üstə. Pul zad lazımdırsa onu da göndərərəm." "Hə, yaxşı olar. Sənin borcunu ödəyəcəm, hörmətini edəcəm. Mənim gözəl qardaşım, çox sağ ol, minnətdaram sənə." "Yox, o nə sözdür? Sən mənim dostumsan, doğma bacım kimisən." Sonra Şahnaz həkimə təşəkkür edib Firidunun yanına getdi. Şahnaz Firidundan soruşdu: "Firidun, sənin pasportun harada düşüb itib bilmirsən?" "Heç arada. Qaldığım yataqxanada dolabın çiyirtməsindədir." "Lap yaxşı. Evin açarını verərsən, gedib götürərəm. Şalvarımın cibində olmalıdır. Tibb bacısından istəyərsən verər." Şahnaz tibb bacılarından açarı aldı. O açarı götürüb yataqxanaya getdi. Çiyirmədən Firidunun pasportunu götürüb yenidən xəstəxanaya qayıtdı. Bu vaxt Elnaz da orada gəlmişdi. Şahnaz ondan soruşdu: "Elnaz, de görüm doğrudur, Firidunu bu günə Ceyhun qoyub?" Elnaz istədi deməyə, amma Şahnazı aldatmaq mümkün olmadığından məcbur olub düzün dedi. "Deyəsən düz deyir, Ceyhunun burnu pisdə idi. Biraz danışdırdım, boynunu aldı." "Axı, niyə?" "Çünki sənin Firidunla ayrıldığından və onunla evlənməyə razı olduğundan xəbəri yox idi. İndi ondan elə qisas alacam ki, ömür boyu yana-yana qalacaq. Neyləyəcəksən?" Bu vaxt onların yanına cüssəli, boylu, buxunlu 5-6 nəfər tibb işçisi formasında adam gəldi. Onlar Şahnaza yaxınlaşdılar. İçlərindən biri soruşdu: "Şahnaz Ağayeva sizsiz?" "Bəli, buyurun. Bizi yoldaş Saşa Mamedoviç göndərib." "Hə, mən də sizi gözləyirdim." Şahnaz onları Firidunun palatasına gətirdi. Onlar Firidunu xərəyin üstünə oyub xəstəxanadan çölə çıxartdılar. Şahnaz da onlarla birlikdə idi. Elnaz da sakitcə Şahnazla bərabər gedirdi. Onlar Firidunu təcili tibbi yardım maşınına qoydular. Elnaz Şahnazdan soruşdu: "Ay Şahnaz, bunlar kimdir?" "Elnaz, mənim gözəl bacım, indi mənə diqqətlə qulaq as. Mən indi Firidunla birlikdə gedirəm. Yerimi də heç kimə deməyəcəm. Sən anladığın dildə desəm, oşulub qaçıram.
Qoşulub qaçırsan? Hə, qoşulub qaçıram. Bu qoşulub qaçmaq olmadı. Daha doğrusu sən Firidunu qaçırırsan. Şahnaz gülə-gülə dedi. Hə, düz deyirsən. Mən Firidunu götürüb qaçıram. Sonra Şahnaz çantasından 2 məktub çıxartdı. Birini üstünə Ceyhun, digərinin üstünə isə atam yazılmışdı. O məktubları Elnaza verib dedi. Elnaz, bunları mən getdikdən sonra Ceyhuna və atama verərsən. Sonra onlar qucaqlaşıb öpüşdülər. Elnaz hönkürü bağladı. Şahnaz dedi, belə etmə, yekə qızsan. Mən yaxında gələcəm. Sonra onlar bir daha qucaqlaşıb öpüşdülər. Şahnaz maşına oturub getdi. Onlar aeroporta gəlib çatdılar. Saşa Firiduna və Şahnaza 2 nəfərlik bilet almışdı. Onlar Firidunu təyyarəyə gətirib qoydular. Şahnaz da həmin adamlarla birlikdə həmin təyyarəyə mindi. Onlar əvvəlcə Moskvaya, oradan da başqa bir təyyarə ilə Berlinə uçdular. Adamlar Firidunu xərəklə təyyarədən çölə çıxartdılar. Bu vaxt xəstəxananın işçiləri təcili tibbi yardım maşını ilə gəlib onları Saşanın ayırdığı xəstəxanaya gətirdilər. Onlar xəstəxanaya yerləşdilər. Xəstəxananın bütün xərclərini dövlət qarşıladı. Saşa isə Şahnaza bir qədər pul göndərmişdi. Elnaz axşamçağı qardaşını gözləyirdi. Ceyhun evə gələn kimi Elnaz Şahnazın məktubunu ona verdi. Ceyhun məktubu açıb oxudu. Mənim oğlu Ceyhun, mən istəyirdim səninlə həmişə bacı-qardaş kimi olaq. Amma sən mənə bacı gözü ilə yox, başqa gözlə baxdın. Mənim seçimimə hörmət qoymadın. Özün də mənə söz vermişdin ki, bir də sənə pis gözlə baxmayacam. Amma sözünü tutmadın. Bu azmış kimi sevdiyim oğlanın canına qəsd elədin. Mən də Şahnazamsa sənə elə dağ çəkəcəm ki, ömrü boyu unutmayasan. Sənin acığına mən də Firidunla qoşulub qaçıram və onunla evlənəcəm. Sən ömür boyu mənim həsrətimlə yanacaqsan. Mən də Firidunla xoşbəxt olacam. Əlvida əmoğlu. Ceyhun məktubu oxuyub çırdı. Hirsindən evi dağıtdı. Elnaz digər məktubu da həmin günü teleqraf ilə Şuşaya əmisinə göndərmişdi. Ağa Həsən məktubu oxudu. Ata, mən qızın Şahnaz, sənə verdiyim sözü tuta bilmədiyim üçün məni bağışla. Buna Ceyhun səbəb oldu. O bir Sovet polisinə yaraşmayan hərəkət edərək Firidunun canına qəsd edib. Özü də xaincəsinə Firiduna narkoz verərək yatızdırıb və onu xəstəxanalıq edib. Mənim belə bir adamla evlənməyim mümkün deyil. İndi mən Firidunla birlikdə xaricə gedirəm. Onu sağaldıb onunla evlənəcəm. Qorxma, vəzifəmi unutmamışam. Firidunu da KGB-də işə düzəldəcəm və ara xəncəri birlikdə tapıb öldürəcək. Yoldaş Ərsoy'a de ki, arxayın olsun. Tez bir zamanda yanınıza gələcəyəm. Hələlik. Ağa Həsən məktubu oxuyub qardaşı Ağa Hüseynə verdi. Ağa Hüseyn Ceyhuna çox əsəbləşdi. O telefonu götürüb Ceyhuna zəng vurdu. Ceyhun telefonu götürdü və atasının əsəbi səsini eşitdi. Alo, Ceyhun. Bəli, ata, eşidirəm. Sən nə qələt eləmisən, Sənə demədik ki, sən bu işə qarışma, biz həll edəcəyik. Bəli, ata, demişdiniz. Bəs o nə işləri də görmüsən, Nə qələtləri etmisən? Əclaf, sən nə vaxt adam olacaqsan? Şahnaz Firidunu xəstəxanaya yerləşdirdikdən sonra Berlin şəhər bələdiyyəsinə getdi. Öz pasportu ilə Firidunun pasportunu bələdiyyəyə təqdim etdi.